Sifarişimizi verdi və gəlməsini gözləyirik. Bir sonraki detalları paylaşarım. Saat 12:00 və biz artıq yeməyimizi yeyib bitirdik. Full doluyuq. İstəyirik ki, gedək özümüzə çayla işdə içməyə, üstünə bir şirniyyat dalaq. Çünki tək yeməklə bitmir. Şirniyyatımızı alıb qalxacağıq işə, sonra da gəlsin müştərilərimiz. Gəldik özümüzə şirniyyat almağa. 2 snikersi bir götürdük, bir də cheesecake götürdük. Dur, biz artıq işdəyik. Hətta müştərim də gəlib seçimlərini edir. Birazdan çatdırmamız başlayacaq. Ona görə müştərilərimizə yazırıq. Belə. Şorma belə bir gül almışıq. Çox gözəl deyil. Üzərində gördüyünüz bütün aksesuarlar Not Profidəndir. Düzəltmə. Hər şey təbii olsun. Setləri görün necə kombinləyib. Super. Piercingi də var. Yəni Not Profi aksesuarları taxıb da gözə görünməmək mümkün deyil. Birazdan ödəniş çatdırmamız başlayacaq. Sifarişlərin hər biri hazırdır. Hətta əməkdaşım da gəldi sifarişlərimizi götürməyə. Xeyirli, uğurlu olsun. Götür. Götür, bunları da çəkək. Elə gəlir sizə çatdırmağa. Sabaha bir kəs. Belə. Baxın da qızını tərifləyirəm ki, kurtkan da qəşəngdir. Əməkdaşım deyir, mənə daha çox yaşdı və ayıb deyə. Belə musiqilər açmağı işdə çox sevirəm. Burada müştərimin seçimləri var. Hər iki seçimlərinə davam edir. Mən də gözləyirəm. Çay dəmləyirik. Belə bir şeyimiz var. Bəli, sağ olsun öz əllərlə çay dəmləyir. Qara çayımız. İndi bunun altını yandıracağım ki, çayımız güllo isti qalsın. Burada belə su içmək üçün su qabımız var. İndi nə edirik? Onun altına əlim doludu deyə zəhmət olmasa yandırardınız. Və çayımızı dəmə qoyuram. Qəşəng qara çay dəmləmişik. İnana bilmirəm, dağıtdım. Nəysə, ev yox, real kadrlardır. Belə şirniyyatlar almışıq, bu belə snikersidir, dadlı yemişdim. Bir də belə bir cheesecake almışıq şokoladlı. Açıb göstərə bilsəm göstərəcəm. Belə bir şey. Müştərimin seçimləridir, bir-birindən fərqli aksesuarlar seçdi. Burada dəstlər var. Baxın, sadə, qaşlı, sədəfli sırğalar var, gümüş aksesuarlar, yenə qızılı, sədəfli, qarışıq, bilərziklər, bir sözə yoxdur. İndi sərgəli formada hər birini paketləyəcəm. Xeyirli, uğurlu olsun. Burada sərgəli formada paketlənmiş Allah. Hər birini indi yerləşdirib təhvil verəcək. Məhsullarını hesablayarkən boş qalmasın deyə bir də belə şirniyyat və çay ikram edirəm. Belə. Bir şey görürsünüz, deyə bilərsiniz ki, bunlar nə əlaqə? Biz bugün TikTok'a bir video çəkəcəyik. Yəni ki, bilirsiniz, cipsin üstünə acını qoyurlar. Bu arada bu acını Aydan necə alıb? Dilənçiliyi elə deyib ki, sizdə biber olar, pulunu verib. Amma pulunu verək demişsən də. Parasıyla almışsan. Pulunu da almıyorlar bu arada. Nəysə, maraqlı bir TikTok videosu gəlir. Paylaşacaq. Səsini heç vaxt unutmayacağım. Niyə? Belə bax, dedim ki, dənə ilə, dedim, hə. Dənə ilə biber nə edirsiniz? Daha bilmirlər ki, biz burada akım çəkirik. Amma birinci çayımızı çək sonra. Bu nədir? Bu nədir burada? Müştərinindir. Aha, bu arada dərman sifariş. Dərman yox, vitamin sifariş eləmişəm, o gəlib. Nə burada qabda göndərdilər? Bu vlog səmimi bir vlogdur. Bu arada vitamin sifariş elədiyimi unutmam peki. Ansın B12 alırsan da? B12 yoxdur içində. Nə olduğunu da göstərəcəm. Kutu açılım videosu. Bu bir vlogdur və vlogda hər şey sizinlə paylaşacağım. Başqa bir şey də var, onu bilmirsən. Onu sən bilə bilmirsən Ayda. Onun içində
Demirəm uşaqlar. Madalın əməkdaşımla danışırıq. 2 dəqiqə qalıb çatdırılma normalda 14:00-da. Yəni çirkinləşmə ya. Çatdırmamız 14:00-da bitir. Artıq 8 dəqiqə işdir. Gecikən müştərilərimiz var və Sizə şey hal-hazırda. göstərim çaşqamı. Baxın pəmbə mən tam mənli idi belə pəmbə şey. Ya çaşqalım çirkinə bax. Heç onu göstərəndə utan. Niyə pomadadır? Pomada şübhəli. Heç pomada yoxşamır orada baxın amma neysə. Hələ mən öz çaşqama baxın. Şey demişim, 25 yaşdan sonra açdığımız kargolar vitamin kargosuymuş falan. Neyse. Buranı yaxınlaşdıran zəhmət olmasa Aydan xanım. Dərmanlarımızı açaq. Bu böyük ölçüdür. Belə bir vitamin A, yox bundan da elə. Bir də belə bir balıq yağı almışam. Qəşəng olacağına inanıram. Kameralara düşdü yəni. Heç artist deyirəm. Bir dənə gəlib ki. O birisi hardadır? Vitaminimi verin lan. Düz yolda belə yeriyə bilmir. Nəysə uşaqlar belə. Bu da bizim vitaminlərimiz. Bizim deyil. Onu da ata bilmədik. İndi isə gəldi işin ən maraqlı tərəfinə. Çantamda nə var? Gəlin, baxaq görək. Bu böyük çantanın içərisində nə var? Daha doğrusu nə yoxdur. İlk olaraq belə bir rozmana jasmin çay almışdım ki, gətirim işə. Onu gətirmişəm. Gündəlik ağımdakı planları yazmağı sevirəm. Çünki belə beynim rahat olur. Ona görə də burada bir planerim var. Deyəcəksiniz ki, niyə sumkanda markov var? Yəni ara sıra belə atışdırmalıqlar yeməyi sevirəm. Həm sağlıqlıdır, həm doyurucudur deyə. Təzə vərdiş eləmişəm bunu da. Belə bir markov var. Kaşlokum. Kitab. Hal-hazırda oxuduğum kitab budur. Başlarındayam və çox xoşuma gəlir. Bırak yapsınlar. Maraqlı və fərqli tərəfdən düşünməyi Türklər demiş sağlayan bir kitabdır. Sonra burada müştəri sifarişi var. Bunu belə ağzını saxlaya bilsəm, müştəri sifarişi var. Bunu evə aparacağam. Sonra Kiko'nun glosu var. Hal-hazırda bu dodağımdadır. Antibakteriyal bir salfetkam var. Bunu da nəyə görə istifadə edirəm? Baxın, burada pişik yeməklərini görəcəksiniz. Yəni, bunu bir fərqindəlik videosu kimi də düşünə bilərsiniz. Marketə girəndə ən azı bir dənə belə pişik yeməyi alıb və az bir pişik doyursanız özünüzü çox amma çox yaxşı hiss eləyəcəksiniz. Yəni, bu mütləq nəzərinizdə olsun və yoxlayın. Ona görə də 3 dənə hal-hazırda sumkamda pişik yeməyi var. Bəzən 1 olur, bəzən 4-5 olur. Tamamilə dəyişir və əlim batır deyə sol salfetka qoymuşam. Bir quru salfetkamız var. Daha sonra burada belə bir o getdi. Qələm var ki, bu kitabı oxuyanda maraqlı yerlərini baxın belə rəngləyirəm. Sonra burada yazı yazmaq üçün bir qələmim və bir də belə dodaq qələmim var. Hal-hazırda istifadə etdiyim Jevin 606-sıdır və çox qəşəng rəngi var. Favorimdir, yəni bitdikcə alıram. Sonra bir adapter var. Hələ qutarmayıb ki, nə qədər şey var. Deməli, aşkı qabım hal-hazırda yoxdur deyə belə salfetkaya bitmişəm ki, şüşəsi zədələnməsin. Hazırda gözümdə linza var. Yaxşı görməsi üçün sadə şəffaf linzadır və əgər linza gözümü ağrıdarsa, linzanı çıxarıb eynəyə keçmək üçün də eynəyim var. Sonra burada iş açarı. Romanı çox sevirəm. Ona görə də Roma bloku ilandı. Nauşnikim. Saqqızım. Yəni, yoxdur da burada. Sonra belə bir dodaq boyası var. MAC-in nömrəsini, baxın, 691 Ruby bu. Əgər siz qəşəng bir qırmızı pomada axtarırsınızsa, bunu əldə edə bilərsiniz. Çox qəşəng rəngi var və deyəcəksiniz ki, niyə qırmızı pomada sumkamda var? Çünki bunu mən sadəcə dodağımın ortasına vururam ki, rəngi versin. Daha sonra da glosu çəkirəm və çox qəşəng bir ton alınır. Sadəcə dodağa rəng vermək üçün istifadə edirəm. Və burada bugün istifadə etdiyim belə toxum var. Bu formadadır. Qəşəng ətri var. Burada isə TikTok üçün bir akım çəkirik. Cipslərimizi yerləşdirdi və 3 dənə acı yerləşdirəcəm. 1, neysə, yerləşdirəmədim. 2, 3 dənə bəs də. Mən yeyəcəmsə bir dənə, sən yeyəcəksə 4 dənə. Nəysə, belə bir video çəkməyə çalışdım. Bəlkə bir dənə də qoyum. Çox olar. Palazan yerinə birini qoydu. Belə qoyum. İnşallah sən yersin. Görürsünüz, uşaqlar, görürsünüz. Və Aydan uduzdu. 3 dənə acı biber yedi. İlahə ədalət bu olsa gərək.
Necə hissdir bu? Bərbad. Gözləri yaşarmışdı bu arada. Dedi ki, Nuray, yekə bibərləri qoy. Yekə bibərləri qoy, inşallah sən yeyərsən dedi. Görürsüz? Karma is for you. Çayımızı içdi, akımızı çəkdi. Müştərimizi yola saldıq. İndi bir digər müştərimizin gəlməyini gözləyirik. Ona qədər də dedik. Girək, PUBG oynayaq. Müştərilərim seçimlərə gəlir. Saat 16:10. Bir növbəti toplu seçimi var. Belə bir yaza uyğun çiçəkli dəstimiz, 3 fərqli sırğamız, 2 üzüyümüz, bilərzik və sırğamız mövcuddur. İndi sərgəli formada paket edib təhvil verəcəyik. Biz getdi və biz nə edirik sizcə? Aydandan əlindəkini göstər. At. Yəni hər cür burada balaca otaqda, bu balaca otaqda biz əylənmək üçün hər cür şəraiti yaradırıq. Qəşəng. At mənə. Hoppa. Hop. Hop. Yaxşı da bəs. Müştəriləri yola saldıq. Buraları sakitçildi. Sizə qısa bir showroom turu çəkmək istəyirəm. İlk öncə buradakı dəstlərimizdən başlayaq. Əməkdaşım da yatır burada. Baxın, dəstlərimiz buradan bura qədərdir. Əgər hədiyyəli bir şey axtarsınızsa, rahatlıqla gəlib bu dəstlərdən hazır seçimlərinizi edə bilərsiniz. Boyunbağı vitrinimiz 2 vitrin olaraq, baxın, dolu-dolu sizləri gözləyir. Burada sırğa vitrinimiz var, hansı ki artıq əksər modelimiz bitib. Amma heç narahat olmayın, sırğa vitrini bir də burada mövcuddur. Buralar dolu-doludur. Üzüklər buradadır ki, artıq bitmək üzrədir. Yeni üzüklərimiz yoldadır, gələcək. Və burada da şah meranlarımız var. Təbii mirvarlı əl işi aksesuarlarımız mövcuddur. Bura full bilərzikləridir. Və bir də Nur Profili makyaj çantalarını göstərmək istəyirəm sizə. Çox qəşəngdilər və bilənlər bilir ki, hər biri əl işidir. A-dan Z-yə özümüz hazırlamışıq. İçləri genişdir, yumşaqdır, keyfiyyətlidir və hal-hazırda 50% endirimdədir. Bu qiymət deyil. Hal-hazırda 35-36-dan səhv eləmirəmsə 18-ə düşüb. Belə bir şeydir yarı qiymətinə. Odur ki, gəlin canlı şəkildə seçimlərinizi yarım qalan animasyonumuza baxırıq. Aydan hardadır desəz, təbii ki, böyrümdə. Yarısda gedirəm Crescent'a yemək yeməyə. Siz də mənimlə gəlirsiniz. Getdim Aydan. Baka. Nəhayət. Gəlirəm maşına. Vlogumuza Crescent Mall'dan davam edirəm. Gedirik. Popeyos. Neyse, necə oxunur o? Popeyes. Neyse, benim cahillik. Paylaşacağım bunu da. Bu bir səmimi vlogdur. Kiçik bir durum güncəlləməsi yenə edəcəm. Biz Crescent'da heç nə yeyə bilmədik. Bəli. Hətta bir restoranda oturduq, sonra oradan qalxdıq. Yəni, mən əkizə bircəm, sizə nə olub? Adama deyərlər. Nəysə, belə, ona görə də gedirik Madoda mantı yeməyə. İnşallah gəlib çıxa bilsək. Günün sonu axırda gəlib Əhmədli Madoda yemək sifariş elədik. Bizə nuş olsun. Hələlik.